Salamlar. Mən bugün sizlərə genetika bölməsindən olan maraqlı bir məsələnin izahını verəcəm. 55-ci suala baxaq zəhmət olmasa. Valideynlərin hər ikisi polidaktiliyalı olub, genotipcə nəsildə parçalanma verəndir. Ana yalnız öz, ata isə bütün qan qruplarından qan alır. Bu ailədə sağlam 3-cü qan qruplu uşağın doğulma ehtimalı neçə faizdir? Əzizlərim, burada biz nəzər yetirməliyik xəstəliyə, polidaktiliya xəstəliyindən hər iki valideyn deyir əziyyət çəkir. Polidaktiliya xəstəliyini də biz bilirik ki, dominant əlamətli bir xəstəlikdir. Yəni bunların genotipi ya böyük A olar, ya da böyük A, kiçik A olar. Elə deyil. Mənə də deyir ki, parçalanma verən genotipə aiddir bunlar. Deməli, mən bunu götürə bilmərəm. Yalnız böyük ya kiçik A-nı götürəcəm. Və hər iki valideyni çarpazlaşdırıram və baxaq görək hansı genotipdə olan fərdlər alınır. Bu isə məlumdur hər birinizə. İndi mən baxıram. Bunlardan hansı xəstə, hansı sağlamdır. Deməli, burada dominant əlamətli gen olanlar xəstə olacaq. Yəni ki, böyük A xəstədir. Mənə sağlam lazımdır. Baxın, burada deyir sağlam. Böyük A, kiçik A da xəstə olacaq. Deməli, sağlam hansı oldu? Kiçik A. Homozigot, resesiv əlamətlilər polidaktiliya üçün sağlamdır. Yəni ki, bunların genində bu xəstəliyin geni yoxdur. Bu 1/4 ehtimaldır. Sağlam övladın doğulma ehtimalı. Gəlin, bəs bu övladın 3-cü qan qrupu ilə doğulma ehtimalı neçə faiz olar? Onu hesablayaq. Deyir ki, ana yalnız özündən, ata isə bütün qan qruplarından qan alır. Özündən alan olacaq yalnız və yalnız 1-ci qan qrupu. Bütün qan qruplarından isə alırsa, deməli bu isə olacaq 4-cü qan qrupu. Çarpazlaşdırdığımız zaman A0, B0 alınar. Yəni 3-cü və 2-ci qan qrupuna aid olan övladlar doğular. Məndən isə deyir ki, 3-cü qan qrupuna aid qan qrupuna malik olan övladın ehtimalını tapım. Bu olacaq 2/1. B0-ın yəni alınma ehtimalı burada 2/1-dir. 4/1-i o zaman vuraram 2/1-ə. Nə alınır? 2/1 bərabərdir 8/1. Yəni həm sağlam, həm də 3-cü qan qrupuna aid olan övladın doğulma ehtimalı 8/1 olacaq. Cavab 12,5-dir. Əziz izləyicilər, əgər məndən qız və yaxud da ki, oğlanın doğulma ehtimalını, yəni ki, cinsiyyətə görə də ehtimalı soruşsaydı, bu zaman mən 8/1-i yenidən 2/1-ə vurub 16/1 alardım. Yalnız burada cinsiyyət qeyd olunmadığına görə 2/1-ə yenidən vurmağa ehtiyac yoxdur. Elə cavab 8/1 olaraq da qalacaq. Təşəkkür edirəm.